Ayın 10'unda Kur'an'a el basarak Azerbaycan Konstitusiyasına el basarak Azerbaycan halkına and içəndə demişəm ki, benim indi bir vəzifəm halka hizmet etmek. Ömrümün bundan sonraki hissəsini ancak ve ancak halkın bu vəziyyətdən çıkmasına həsr etmək. Ve bundan artıq mən özüm üçün şərəfli vəzifə bilmirəm. Azerbaycan 94. yıl oktyabr ayının belasından xilas oldu. Azerbaycan 95. yılın Mart ayının belasından xilas oldu. Ve cinayətkar dəstələri, grupları, Azerbaycan'ı dağıtmağa cəhd edən qüvvələri dağıdandan sonra biz Azerbaycan'da ictimai siyasi sabitlik yarattık. Əmin-amallıq yarattık. Bu bizim böyük nailiyyətimizdir.